Təlim modellərində sorğu və araşdırma əsaslı təlimi təhlil eləyək. Burada Albert Einstein-lə bir cümlə ilə başlayırıq. Albert Einstein deyir ki, mənim xüsusi bir istedadım yoxdur. Sadəcə olaraq çox güclü maraq hissim var. Deməli, mən maraqdayam, araşdırıram. Bu zamanda mənim deməli daha yaxşı şəkildə nailiyyətlər əldə edirəm. Ümumiyyətcə bir çox tədqiqatlar da göstərir ki, öyrənmənin açar məqamlarından biri maraqdır, yəni motivasiyadır. Hətta deyir IQ deməli anlayışını da bununla əlaqələndirirlər. Deməli, əziz müəllimlər, intellektual maraq ilə öyrənməni uzlaşdıran sorğu və araşdırma əsaslı təlim metodu tədris prosesinin uyğunlaşdırılmış bir modeldir. Hansı ki, şagirdlər öyrənmə prosesində sual vermək, fərziyyə irəli müşahidə etmə, araşdırmaq, nəticəyə cəlb olunurlar. Araşdırma əsaslı, sorğu əsaslı öyrənmə isə çox önəmlidir onların fəaliyyətində. Sorğu və araşdırma əsaslı təlim modeli şagird mərkəzli yanaşmadır, yəni uşaqlara yönəlilir. İnformasiyanı pasiv şəkildə qəbul eləmək ənənəvidə qaldısa, artıq indi araşdırma əsaslı edirlər. Ona görə də müəllim bu modeli həyata keçirərkən şagirdlərdə bax bu bacarıqları formalaşdırır. Sorğu və araşdırma əsaslı deməli tədqiqatı ümumiləşdirəndə öyrənmə prosesi bir çox komponentləri var ki, hansı ki onları gəlin sadalayaq. Yönləndirmə, əsas sualın qoyulması, irəli sürülməsi, fərziyyənin, araşdırma, nəticə və müzakirə. Gəlin bunların hər birini qısaca təhlil edək. Məsələn, şagirdləri məqsədə yönləndiririk birinci. Yəni diqqət və marağını yaratmaq üçün məqsədə uyğun bir metodlardan seçirik. Mövzu ilə əlaqəli hər hansı bir situasiya, maraq və s. yaradırıq. Növbətdə isə artıq bunu həyata keçirəndən sonra artıq fərziyyə əsas sual qoyulur. Bu mərhələdə qoyulan bir problemi anlayış kimi nəzərdən keçirməyi, onu konsepti olaraq anlamağı hədəfləyirik ki, uşaq əsas suala yönlənsin. Və hər kəs öz fikrini bildirdikdən sonra əsas sual və ya yoxlamalı olan fərziyyə irəli sürülür. Sonra isə məntiqi davam olaraq araşdırma başlayır. O əsas sual əsasında, araşdırma əsasında da uşaq təcrübə aparır, datalar, məlumatlar əldə edir və nəticədə səbəb əlaqələr müəyyənləşdirərək analiz edir. Bu isə araşdırma sualının cavabının tapılmasına, fərziyyənin yoxlanılmasına və yeni biliklərin yaradılmasına gətirib çıxarır. Növbəti addımda isə artıq nəticəni ortaya qoyuruq və burada əvvəlcədən qoyulan sual və fikirlə araşdırma deməli qarşı-qarşıya qoyulur və bütün bu addımlar arasında kəskin bir keçid yoxdur, əziz müəllimlər. Biri digərinin davamıdır ardıcıllıqla. Sonda isə araşdırmadan əldə edilən nəticələr sinif yoldaşları ilə, müəllimlə müzakirə olunur və refleksiya edilir. Və hər nə qədər müzakirə mərhələsi sonunda vurğulansa da, əslində bu proses boyunca bütün elementlərin hamısı ola bilər. Sorğu və araşdırma əsaslı öyrənmə çox önəmlidir. Deməli, biz onun komponentlərinə bir də diqqət edirik, yönləndirdik, əsas sual və hipotez irəli sürüldü, araşdırdıq, nəticədir, ən sonunda isə müzakirə etdik. Burada isə sizə bir çox başqa nümunələr göstərilibdir, əziz müəllimlər. Deməli, orada niyə A bitkisi B bitkisinə yaxşı inkişaf edib kimi sual qoyulur və onun əsasında uşaqlar, bax bu bütün mərhələlərin hamısı riayət olunur. Yəni, o özünüz üçün oxuya bilərsiniz, amma mahiyyət etibarilə çox saydadır. İndi isə mən sizlərə başqa vacib olan bir məqamı önəmli bir hissədir, onu izah eləyəcəm. Tədris prosesində sorğu və araşdırma əsaslı öyrənmədə artıq 5Y modelindən istifadə edilir. Hazırda bildiyiniz kimi təbiət fənninin dərsliyində 5Y modelinə uyğun tətbiq olundu. Daha sonra isə artıq demək olar ki, get-gedə biz artıq bu modelin digər fənlərdə də istifadəsi nəzərdə tutulur. Əziz müəllimlər, əvvəllər biz fəal təlimin xatırlayıqsa 7 mərhələsinə uyğun dərslərimiz var. İndi isə deyir 5Y modelinin təbiət fənni. Birinci maraq oyadırıq. Bir növ motivasiya kimi eynidir. Məqsəd şagirdlərin ilkin bilikləri ilə dərsin təlim nəticəsi arasında əlaqəni qurmaq, mövzuya, tədqiqata yönləndirməkdir. İkincidə araşdırma, qeyd olunan kimi araşdırma əsaslıdır. Şagirdlər burada fəal iştirak edirlər və artıq konkret nəticələrdən ümumi anlayışa keçid üçün hazırlıqlı olurlar. Üçüncüdə isə izah etmədir. Yəni burada araşdırma etdi. İndi isə müəllim şagird fəaliyyətində bildiklərini ümumiləşdirir və neynirlər? Termin, anlayış, qanunluqları təqdim edir, izah edirlər müzakirə əsasında. Dördüncü isə əziz müəllimlər möhkəmləndirmədir. Burada əvvəlki biliklə daha
deməli mərhələli olaraq əlaqəlidir. Yəni əvvəlki mərhələnin davamı olaraq dərinləşdirir. Məsələn, yeni misallar, nümunələr göstərir və s. 5-cidə isə artıq qiymətləndirir. Yəni artıq refleksiya edir. Sonuncu mərhələ şagirdlərin refleksiya etməsidir. Burada müəllim tərəfindən tapşırıq vermə, yaxud da ki, qiymətləndirmə meyarlarına uyğun şagirdin özünü qiymətləndirmə həyata keçirilə bilər. Ümumiyyətcə sorğu və araşdırma tipli deməli öyrənmənin çox üstünlükləri var. Məsələn, uşaqlar üçün daha maraqlı olur. Uşaqlar cəlb olunduqları fəaliyyətlərdə təcrübə şəklində bacarıqlar əldə edirlər. Biliklər dərinləşdirilir, uzunmüddətli yaddaşda ötürülür. Şagirdlərin inkişafı üçün açıq müşahidə həyata keçirilir. Hər bir şagirdin müxtəlif bacarıqlarının inkişafına yönləndirilir. Yəni hər nə qədər sorğu və araşdırma tipli öyrənmə şagird mərkəzi olsa da, burada bizə yenə də müəllimin rolunun, fasilitator rolunun əvəzsiz olduğunu bir daha görürük. Müəllim bu zaman diqqət etməlidir ki, şagirdlərin mövzuya giriş üçün şagirdlərin diqqətini cəlb etməlidir. Onları araşdırmaya yönləndirməlidir. Qeyd olunan sual və problem, demək şagirdlərin müzakirəyə, dialoqa təşviq yenə müəllimin öhdəsinə düşür. Buna rəhbərlik eləməlidir. Ehtiyaca görə şagirdləri qruplaşdırmalıdır. Bütün siniflə müzakirə etməlidir. Müzakirəni diqqətlə izləmələri üçün çalışmalıdır ki, uşaqlara mülahizələri korrekt etsin. Eyni zamanda onları daha yaxşı anlaması üçün əlavə informasiyaları təqdim etsin. Bir sözlə öyrənməni mənalı etmək üçün şagirdlərin mövcud təcrübələrindən istifadə etməli. Yəni nə qədər desək də ki, şagird yönümlüdür, amma əziz müəllimlər, bizim rolumuz da çoxdur. Yəni biz çalışmalıyıq ki, bu hissələrə diqqət eləyək.